Deməli, bu gün atanın ikinci vloqumuzu çəkirik. Bazar vloqudur, gedirik bazara. Birinci gəlirik belə ət dükanına. Şapalaq almağa qəssabdan icazə alarıq, keçir yerinə ki, daha köhnə ətçilərlə də icazə ver, özüm şapalaqları doğrayım. Sonra gəlib mikrorayon bazarında biti üçün belə qoyun seçirik. Bu qoyunun ətini götürəsi olur. Sonra daşarısı kebab üçün belə tabakalıq kənd toyuğu götürürük. 2 ədəd kənd toyuğu qalır, onu da biz götürürük. Sonra burada gəlirik belə duşanka üçün dəfnə yarpağı istəyirik. Dəfnə yarpağını da alıb gedirik artıq digər şeylər almağa. Burada belə daşarısı kebabların olmazsa olmazı göbələyini alırıq. Sonra gəlir burada karışqa soğan almağa. Burada qiymətlərdən biraz narazı olur. Qiymətlər salmağa çalışır. Ondan sonra gəlirik bura belə pomidorlar götürürük. Pomidor, biber götürürük burada. Sonra satçını tapanmır, ata başlayır pomidorun, biberin çəkisini özü çəkib qiymətini hesablamağa. Sonra gəlir burada belə duru turşu alırıq. Balacadan qoyur, 3 kiloluq duru turşu götürür. Daşarısı kebabların yanında vermək üçün. Turşunu da pulunu verdikdən sonra gedirik artıq işə.